Bakıda İslamofobiya, qərəzin ifşa olunması və stigmaların dağıdılması mövzusunda beynəlxalq konferansda Avropada İslamofobiyanın aktuallığını rəqəmlərlə və faktlarla üzə çıxaran illik hesabat təqdim olunub. Hesabat Avropanın müxtəlif ölkələrindən olan 33 tanınmış məktəb və vətəndaş cəmiyyəti fəalının fəaliyyətini əks etdirir. İlk dəfə 2015-ci ildə dərc olunan Avropa İslamofobiya hesabatı İslamofobiyanın siyasət, media, məşğulluq, təhsil və ədliyyə sahələrinə təsirini anlamaq baxımından əvəzolunmaz bir mənbəyə çevrilib. Azərbaycan dövlətinə belə bir tədbirin təşkilatçılığına görə təşəkkür edirik. Bu cür tədbirlər dünyanın hər yerində keçirilməlidir. Çünki müsəlmanlar öz təcrübələrini bölüşməlidirlər. Rumuniyada biz İslamofobiya problemləri ilə qarşılaşmırıq. Əksinə bizim ortodoks və yəhudi icmaları ilə yaxşı əlaqələrimiz var. Bu platforma İslamofobiyanın qarşısını almaq üçün təcrübələrimizi bölüşmək baxımından vacibdir. Düşünürəm ki, biz dialoq quraraq bu kimi problemləri həll edə bilərik.